Son günlər Heydər Əliyev Hava Limanı ərazisində taksi xidməti ilə bağlı məhdudiyyətlərin tətbiq ediləcəyi, nəticədə bu istiqamətdə qiymətlərin bahalaşacağı barədə məlumatlar yayılır. Aspolitika xəbər verir ki, bununla bağlı iqtisadçı Natiq Cəfərli maraqlı paylaşım edib. İndi də xəbər yayılıb ki, hava limanından şəhərə taksi xidməti tam inhisara alınır. Ora getmək olar, amma şəhərə gəlmək üçün ancaq xüsusi taksilərdən, özü də daha baha qiymətə istifadə etmək lazım gələcək. Əladır da, məmurlarımız bu yolla yəqin ki, turizmi inkişaf etdirirlər. Halal olsun. Düşünürəm ki, bütün iyrənc inhisarçılıq kimi bu addım da çox bəsit məntiqdən doğub. Hansısa məmurcuğun, hansısa ingilis dilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti azad rəqabətli olmalıdır ki? Öz-özünə deyib ki, gəl elə hava limanından şəhərə gəlişə alım inhisara, ancaq mənə hər gedişdən pay verən sürücülər işləsinlər. Oturduğum yerdə günə 5-10 min manat qazanımda. Elə deyil, Popular. Yox, sorry dad. Daha ətraflı məlumatı aspolitika.info saytından əldə edə bilərsiniz.